və bizim studiyamızda indi qonaq olacaq Röyana Quluzadə, Kəpəz Hospitalı Nevrologiya şöbəsinin müdürü. Bugün biz autizm spektr pozuntusu haqqında danışacağıq. Çünki erkən diaqnozun doğrudan da çox böyük bir əhəmiyyəti var bugün dünyada. Bəli, autizm spektr pozuntusu əvvəllər az tanınırdı. Amma bugün artıq hər kəsə məlum olan bir çoxumuzun, hətta ətrafımızda, tanışdı, qohum-əqrabada mütləq bax belə xüsusi belə deyək də uşaqlar var ki, Röyana xanım, xoş gördük sizi. Xoş gördük. Necə bax ana indi məsələn övladıdır, necə tanısın ki, mütləq şəkildə artıq mən belə Röyana xanıma müraciət eləməliyim uşağı müayinə elətdirmək üçün? Bəli. Həqiqətən təsadüfi bu problemi danışmırıq və nə qədər danışsaq da aktuallığını itirmir. Nəyə görə? Çünki adicə statistik rəqəmlərə baxsaq, anlayarıq ki, necə dəhşətli bir vəziyyətdir. 2022-ci ildə statistik göstərici deyirdi ki, hər 100 uşaqdan birində spektr pozuntusu diaqnozu qoyulur. 2024-cü ildə hər 36 uşaqdan birində diaqnoz qoyulur. Bu dərəcədə. Yəni, bu dərəcədə sürətlə artır. Demək ki, bu sürətlə artım onu göstərir ki, burada müəyyən qədər epigenetik, ətraf mühit faktorlarının rolu var ki, bu sürətlə bu qədər artır. Çünki sadəcə genetik problemlərlə ki, hesab olunur ki, 60-90% hallarda genetik meyillik var autizmdə. Amma demək ki, xarici mühit faktorları da böyük rol oynayır. Və bilirsiniz, yeni bir trend var. Son bir ay ərzində müzakirə olunur ki, autizmin yaranmasında nanoplastiklərin də rolu var. Məsələn? Nanoplastik, yəni ətraf mühitin plastikin parçalanması nəticəsində yaranan xırda hissəciklərin, nano hissəciklərin orqanizmdə törətdiyi dəyişikliklər. Təmasla yox, udulan. Bəli, yəni fərziyyələr çoxdur. Bilirsiniz, əvvəl hesab olunurdu ki, hər hansı vaksinlərdən, peyvəndlərdən sonra südün zülalına qarşı, çörəyin zülalına qarşıdır belə bir uşaqda reaksiya. Bunlar hamısı yəni öz təsdiqini tapmadı. Amma bir mənalı olaraq nə deyə bilərik? Yəni o plastik ki, yerdədir, yəni başımızın üstündə təyyarələrin səpdiyi o mayelər yox, maddələr yox. Sırf bəli, o plastik maddələrin parçalanması nəticəsində son bir ayda bu müzakirə olunur. Yəni elmi müzakirələr də aparılır ki, bax, nanoplastiklərin rolu da böyükdür. Demək ki, ətraf mühit faktorlarının çox böyük rolu vardır. Amma bir mənalı olaraq bizim müayinələrimizdə və inanıram ki, bütün həkimlərin müayinələrində valideynlə danışanda biz sorğu eləyəndə ki, uşağınızla ünsiyyətdə bir qısıtlama olubmu? Uşağınızın televizor və telefon qarşısında uzun müddət məruziyyətə qalma halları olubmu? Bir mənalı 99% hallarda valideynlər bildirirlər ki, bəli doktor, bir period olub ki, uşağımla ünsiyyətdə ola bilməmişəm, ikinci uşaq olub, ya işim olub, qoymuşam telefon, planşet, televizorun qabağına və sanki bu dövrdən sonra mən uşağımda hiss elədim ki, özünə qapanma oldu. Yəni, bildiyimiz kimi autizm spektr pozuntusu bir multifaktorial xəstəlik, problemdir. Multifaktorial problem nə deməkdir? Yəni, burada bir rol deyil, bir neçə faktorların rolu var və genetik faktorların rolu da danılmazdır, yəni genetik meyilliklərin rolu. Amma meyilliyə şərait yaradan əlbəttə ki, xarici mühit faktorlardır. Bəs valideyn dediyiniz kimi necə erkən aşkar eləyə bilər? Bu erkən sözü çox vacibdir. Nəyə görə hər dəfə biz erkən diaqnostikadan danışırıq? Çünki uşağın inkişafının 3 yaşına kimi qızıl dövrü var. Yəni beyində sinaptogenez prosesləri çox sürətlə gedir. Sinaptogenez nə deməkdir? Yəni beynin müxtəlif payları arasında bir körpülərin salınması. Bu körpü prosesi 3 yaşına kimi çox sürətlə gedir. Sanki təsəvvür eləyin, bir fidan əkmisiniz, ağac əkmisiniz. Ona körpə vaxtı nə qədər istəsəz forma verib dəyişiklik eləyə bilərsiniz. Amma ağac ki böyüdü, artıq qabığı bərkidir, ona nə qədər istəsəz budasaz da o həmin formanı almayacaq. Bax, loru dildə izah etmək istəyirəm ki, bəzən bizdə çox səhv bir tendensiya var. Qohumu da belə olub, atası da belə olub, gözləyək, 3 yaşı gözləyək, baxaq, danışmasa aparaq həkimə. Bu çox səhv bir yanaşmadır və çox vaxtı burada itirilir o vaxt və ondan sonra artıq çox şey eləmək olmur. Biz diaqnostika necə eləyirik? Dünyada diaqnostika autizmə uşaq anaya cavab vermədi, gözə baxmadı, 2-3 sözlə olmur. MCAT deyilən bir diaqnostik kriterilər var. Nədir? Bu
Bu onlayn bir resursdur, ingilis dilindədir. Biz birbaşa o MChat-ə girməklə Modified Checklist of Autism, yəni autizmin checklisti. Bu sual-cavabdan ibarət bir 20 suala yaxın bir sual-cavabdır və valideynlə biz bunu sual-cavab şəklində araşdırırıq və orada yığılan ballara əsasən dəqiqləşdiririk ki, bu uşaqda riskdir autizm, ortadır, yoxsa riski yoxdur bu uşağın autizm olmaq. Və 2 yaşa kimi uşaqlarda bax, erkən bu suallarla diaqnostika eləyirik. Və suallarda nə var? Suallarda nə var? Birinci növbədə uşağı çağıranda adına reaksiya verirmi? Adını tanıyırmı? Amma bu bir dəfə yox. Bir dəfə çağırdım, baxmadı, yox. 2 dəfə, 3 dəfə çağırırıq və 3 dəfə və daha artıq çağırdıqda uşaq yenə də dönüb baxmırsa, adını tanımırsa, bu bir siqnal artıq olar. hansı yaşlar yox? 1 yaşından 3 yaşına kimi olan dövrdə biz bu checklisti eləyirik. Əsasən 2 yaşa kimi bu deməli erkən diaqnostika vacibdir. Bundan başqa uşağa tutaq ki, biz deyirik ki, bax orada pişik var. İstiqamət göstərəndə uşaq sizin gözünüzə baxıb işarələdiyiniz yerə dönüb baxırmı? Dönüb baxmırsa, bu bir risk faktorudur. Bundan başqa uşaq özü ilə təkrarlayıcı hərəkətlər eləyirmi? Özü ilə oynayır, fırlanma hərəkətləri eləyir, barmaq ucunda gəzir. Uşaq özü istədiyi şeyi barmağı ilə göstərirmi? Bəzən çox vaxtı nə görürük? Uşaq özü göstərmir, yalnız valideynin əlini aparıb harasa istiqamət verir. Bax, bu da bir risk faktorlardan biridir. 2 yaşından sonra isə rol oyunları çox vacibdir. Rol oyunları nədən ibarətdir? Uşaq ananı sanki bir təqlid eləyir. Qucağında kuklanı götürüb sanki bir yellədir. Oğlan uşağıdsa maşını sürür və səslər çıxardır, rolu istifir. Sanki bir özünü böyüyün yerinə qoyub o rol oyunları oynayır. Bunlar uşaqda varmı, yoxmu? Yəni dediyim kimi bu 20 sualdan ibarət olan bu sualları var, yoxdur valideynlə danışmaqla biz o balı təyin edirik ki, neçə bal var və bu uşaq risk qrupundadır, yoxsa yox. Və risk qrupunda olan uşaqları erkən müdaxilə çox vacibdir. Və erkən müdaxilə nədən ibarətdir? Əlbəttə bilirik ki, bu spektr pozuntusu olan uşaqların konkret bir dərmanla müalicə eləyək, sağalsın deyilən bir söhbət yoxdur. Necə ki, çox faktorlu əmələ gəlib, aradan qaldırmaq üçün və korreksiya etmək üçün isə çox faktorlar lazımdır. Həm psixoloji yanaşma, xüsusi ABA dediyimiz metodika ən effektli hesab olunur. Bundan əlavə uşaqla valideynin evdə təması, onu telefon, televizor və planşetdən uzaqlaşdırmaq, uşaqla ünsiyyəti artırmaq, rol oyunlarını artırmaq və eyni zamanda hətta son dövrlərdə və biz də tətbiq etdiyimiz kimi dərmansız müəyyən aparat terapiyalarının da çox böyük əhəmiyyəti olur. Buna neuromodulyasiya üsulları deyilir. Yəni, xüsusi bir aparatlar vasitəsilə beyində o sinaptogenez prosesini artırmaq üçün, sürətləndirmək üçün beynin müəyyən bir bölgələrinə kiçik qıcıqlar verməklə, impulslar verməklə o prosesləri, o siqnal ötürülmələrini sürətləndirə bilərik. Yəni, bu prosesləri bir yerdə etməklə biz uşağın həm ünsiyyətini yaxşılaşdırır, həm təkrarlayıcı hərəkətlərini azaldırıq, həm göz təmasını artırırıq. Yəni, ümumiyyətlə bilirsiniz ki, ümumilikdə autizm deyəndə 3 şey başa düşülür. Birincisi, sosial qarşılıqlı əlaqənin olmaması, yəni göz və jestlərlə əlaqənin olmaması. İkincisi, verbal və non-verbal əlaqənin olması. Uşaq nə söz istifadə edir, nə digər üsulları istifadə etmir və marağında da deyil. Hətta danışa bilər, söz deyə bilər, amma marağı olmur istifadə etməyə və təkrarlayıcı hərəkətlərin olması. Bu 3 əlamət bizim üçün əsas əlamətlərdir və bundan sonraki dediyimiz o MChat vasitəsilə valideynlə söhbət zamanı təyin etdiyimiz digər əlamətlər isə bizim üçün dəstəkləyicidir. Burada çox hiperdiaqnostik və hipodiaqnostik olur. Nə deməkdir? Bəzən uşaq sadəcə barmaq ucunda gəzir, biraz adına az baxır, deyirlər autizmdir və yaxud da ki, əksi nə ola bilər? Uşaqda ciddi dərəcədə autistik əlamətlər var. Yox, sizin uşağınızda heç nə yoxdur, autizm deyil, sadəcə ləngiyir, deyərək də biraz gecikdirirlər. Yəni ki, gördüyünüz kimi həm hipo və hiperdiaqnostika hər ikisi uşağın yolunu belə deyək də müalicədə azdıra bilər. Ona görə burada diaqnostik və dünyanın istifadə etdiyi o dediyim üsullardan istifadə edərək tam dəqiq diaqnoz qoyulmalıdır ki, düzgün də kömək edir. Gec gətirilən uşaq sizə həkim kimi, yəni və uşağın özünə də ailəsinə hansı problemlər yaradır? Məsələn, eyni bir uşağı 2 deyil,
3 deyil, məsələn 10 yaşında ya 8 yaşında gətiriblərsə, fərqlər nədən ibarətdir yanaşma olaraq? Çox ciddi fərqlər var. Mən dediyim kimi 3 yaşına kimi qızıl dövrümüzdür. Hətta bəzən elə olur ki, çox yüngül dərəcədə autistik əlamətləri olan uşaqlar tamamilə vəziyyətdən çıxa bilirlər və biz bunun şahidiyik və bu təkcə bizim deyil, dünyada bu cürünə tendensiya ilə uşaqları vəziyyətdən çıxartmaq olur. Əlbəttə 3 yaşından sonraki dövrlərdə isə bu işlər hər il daha da çətinləşməyə başlayır və əlbəttə 10 yaşında artıq uşağa ciddi bir dərəcədə dəyişiklik etmək çox çətin olur. Və ağırlıq dərəcəsinin də burada əhəmiyyəti var. Uşağın bəzən isə spektr pozuntusu diaqnozu qoyulan uşağa kompleks yanaşma ilə ağırlıq dərəcəsini azaltmaq olur. Burada da bir dövr əhəmiyyətlidir. Burada da maksimum 5 yaş kimi götürülür ki, yəni 5 yaşa kimi ağırlıq dərəcələrini azaltmaq mümkün olur. Təşəkkür edirəm. Əziz hörmətli valideynlər, xüsusilə baxırsınızsa, mütləq şəkildə ümumiyyətlə məsuliyyətli valideyn əlbəttə uşağını mütləq nevroloq müayinəsinə də gətirməlidir, mütləq şəkildə, bəli. Və Röyana Quluzadə dostlar, Kəpəz Hospitalında nevrologiya şöbəsinin müdürüdür, rəhbəridir və əlbəttə ki, bir çox ailələr artıq Röyana xanımı tanıyır. Təşəkkür edirik bugün gəldiyiniz üçün Röyana xanım. Bəli, əziz tamaşaçılar və bir daha xatırladıram ki, Kəpəz Hospital Cəlil Məmmədquluzadə 101A, yəni Tibb Universitetinin yaxınlığında bax bu ünvanda yerləşir və telefon nömrələri 051 337 71 73 və 055 990 0088-dir. Bizdən bugünlük bu qədər. Uşaqları qoruyun, valideynləri unutmayın və vaxtında həkimə müraciət gələcəkdə bir çox fəsadlardan bizi qoruya bilər.